Sən həqiqətən də ciddi bu günləri izləyək. Hüseyin, Nail bəy, birinci məsələ mənim nikahın pozulmasından bağlı müraciət saxlayın edirəm burada. sizə. Bugün getdiyini eşitdim mən. Bəli, xoşum. Artıq boşanma ərizəsini. Xoşum xanım, inanın ki, vallahi mən heç vaxt istəmirəm ki, mən özüm ailə görməmişəm. Nə valideynim olub yanımda, nə böyüyüm olub, nə kiçiyim olub. Bir ailə qurmaq istəmişəm. Mən istəmərəm ki, övladım anadan, atadan uzaq olsun. Bu hədlərə Ayşət xanım özü çatdırıb. Buradan indi qınamaq asandır. Bəziləri dedi ki, Hüseyin tezə imkanlı, mən nə imkanlı olsun, nə bir şey. Mən bir dəfə evlənmişəm, ikinci dəfədə heç vaxt ailə qurmayacağam. Mən burada milyonlar qarşısında deyirəm ki, mənim elə bir fikrim yoxdur ki, mən boşanan kimi kimsəni tapacağam. Xeyr. Mən elə bir dəfə evləndim, ikinci dəfədə elə bir şey eşidə bilmərsiniz məndən. Milyonlar qarşısında da deyirəm, hər kəs bunu eşitsin. Mənim ikinci dəfə evlənmə kimi fikrim yoxdur. Bir dəfə evləndim, palçığa batdım. İkinci dəfə də istəmirəm batım palçığa. Sən? Necə dəqiqə? Mən isə demək istəyirəm ki, Hüseyin tələsiyən təndirə düşər. Özdə bilsən hansı təndirə? Gəncə təndirə. Özünü yandan İnanın yanda xoşum gedirsən. xanım. O valla oraya heç Nə Gəl etməyə bura. çalışırsan? Ayşət, Nəyə gəl görə? bura. Hansı səbəbə? heç inanırsınız xoşum xanım. Ürəklə gedməm. Amma o həddə çatmışam ki, mən ancaq uşağımı, hər şey uşağa görə deyirəm, keçim. Mən də uşağa görə çox şey keçdim. Nəyə keçibsən? Elə sən elə danışırsan ki, bəyən mənə yazırlar ki, Hüseyin, sən nəyəsə Ayşət neyvizə tutub, kimə nə deyib, necə deyib, nəyimi keçmirsən ay Ayşət? Nəyimi keçmirsən? Bu nəvə ailə belə olmur, hər şey... Amma o videodan sonra oldu. Nə oldusa o videodan sonra oldu. Özün də çox gözəl. Baxın, işləyirəm də, mən də deyirəm ki, işləyim, Allah kömək olsun, Xoşanım xanım. Sizin yanınıza gələnə qədər çox zülümlə keçmişəm. Mən xoş gəlmir, Quran haqqı, heç kəs mənə hay vermədi sizdən başqa ki, mənim uşağım kafir üstündə qalmışdı. Mənim ürəyim ağrır, vallahi danışmaq belə üstünə gəlmək asandır. Mən çox şey danışa bilmirəm. Xeyr, o zülümləri keçmir. Mən bir ildir bununla ailə qurmuşam. Anası olub, atası olub, Allah atasına rəhmət eləsin. Mən amma görməmişəm. Mən 11 yaşımdan fəhləli işləyə Uvazın içində yaşamışam mən. Ayağımın altına linoleum çəkirdim, pəncərənin altında Quran haqqı fevral ayında. Bilirəm. Bir manat pereniklə Səni günüm tanıyanlar keçib yığır. Səni tanıyanlar yığır və hər kəs də deyir ki, Hüseyin çox əziyyətlər çəkib. İndi sən əziyyətlər çəkmirsən, amma mən də istəmirəm də balam anadan ayrı qalsın, atadan ayrı qalsın. İndi görün nə həddə mən çatmışam ki, mən o problemi yaşaya, mən o uşağı məcburiyyət qarşısında mən uşağı travmanı yaşadım. Mən də uşağa travmayı yaşatmaq fikrim yoxdur. Və ona görə qısqancılığı qoy qırağa, bir ailə olağın, əl-ələ verəyin. Özün məcbur eləyirsən Gedim qısqanmağa. işləyim. O nə videodur? Mənim ad günüm zəhər oldu. Belə xırda Günüm söhbətlərə zəhər görə. oldu. O video mənə atıldı. 10 noyabr olub hadisə. Mənə 14-cü günü. Biz 3-4 radələrinə qədər mehriban idi. O video atılandan sonra dedim, Hüseyin bu nə videodur? Əlbəttə ki, orada sənin günahın yoxdur, amma günah göz önündədir. Kimdədir? Orada heç kəsin günahı yoxdur. Var. Onun hərəkətləri heç də düz deyil. yaxşı, Bağışlanmazdı. Mənim ailəmə də o xanım nifaq salıbdı. Nifaq saldığına görə də onu heç halal etmirəm haqqımı. Allahıma həvalə edirəm. Mən bax Xoşirəm xanım. Bax, Amma görürsünüz, belə boş-boş getsə onun şeylərə qanununa görə. da tapşıracağım. Necə Absurd lazım. şeylərə görə. Çünki Bu absurd izləyənlər də baxsın ki, Absurd Ayşədən mənim üstümə gəlib bu qədər söhbətim ağır Absurd gəlib mən deyil vəkil mənim bürosuna üçün. gedənə qədər bax bu həngamələr olur. Xeyr, absurd Bir deyil. ay bu söhbət getdi, axırda mən məcbur olub gəldim burada dedim o söhbəti. Eləmə belə şey. Ailə olağın, əl-ələ verəyin, işləyim, qazanın. Sadəcə olaraq hər şey göz önündədir. Yox, sən burada deyirsən ki, orada heç bir şey yoxdur Hüseynlik. Yaxşı, orada heç bir şey yoxdursa Hüseynlik. Niyə problem yox? Kiməsə görə ailəni niyə dağıtırsan ki? Mən ailəmi dağıtmıram. Mən Ay, ailəmi bu qorumağa adam çalışıram ki, dəyərli, bunun tədbiri görülməlidir ki, sabah gündə başqası çaşmasın. Tədbir nə Nə tədbir? edirsiniz siz?
Yəni belə danışılmalıdır, müzakirə edilməlidir ki, Oturun başqaları da öz birdən elə aranızda səhv müzakirə eləyin, etməsin. xanım. Mən öz aramda etməməliyim. Mən deyirəm, mən demədim ictimailəşsin, özü ictimailəşdir. Hakan, bir qol. Oturun öz aranızda müzakirə eləyin. İkisi də çətinliklə böyüyən insanlarsınız. Olub, ona nöqtə qoyun, bir-birinizi başa düşün. Burada böyük bir şey yoxdur. Sadəcə olaraq siz ona başlayın ki, bu tip hadisələr mənim xoşuma gəlmir. Bu da yəqin ki, yetkin insanda sizi başa düşər. Hüseyndə orada günah yoxdur. Günah orada o şərait Bunu da siz deyirsiniz. Amma əsəb çəkən mən, stres yaşayan mən, Mən işimdən keçən olan dəfə də dedim, mən, gücümdən olan mən. Nə Keçən dəfə də burada dedim sənə. Sən özünə, evinə, ailənə problemi yaradan sənsən. Mən problem yaratmıram. Bilirsən niyə? Çünki Hüseyin sənə çox belə evladı kimi yanaşdı. Nə bilim, hər özünüz üzərinə düşən ər kimi yox, evladı kimi yanaşdı. Və sən də bildin ki, Hüseyin sənə həm atanı əvəz eləməlidir, həm ananı Bəli, əvəz düzdür. eləməlidir, həm əri əvəz edilməlidir. Amma sən anlamalısansa, ailə qurmusansa, sən də evin həyat yoldaşı olmalısan da, evin arvadı olmalısan. Boşanmaq Əlbəttə ki, elədir. Yəni Hüseyn bezib deyir. Hüseyn deyildi də, mən deməmişəm. Günahkar Hüseyndir. Aşağıda biz niyə qınırıq ki? Aşağıda ailəsini qorumağa çalışır. Mən ailəmi qorumağa çalışıram ki, sabah gündə bu başqa bir forması təkrarlanmasın. Və uşağına baxırdı Ay, bütün günə. Hüseynin biz görürdük. günahı nədir? Bəli, Hüseyin günahkardır. Sən eləmirsən. O video deyir ki, günahı var, niyə yoxdur? Xanımla niyə çəkmir? Əvvəl vardı belə video. Xeyr, elə bir şey olmur. İlk dəfə belə bir şey oldu. İndi Hüseyin Hüseyin neynəsin? işləyir. Sən bəyənmirəm. Hacı bəy, indi Hüseyin neynəsin? Hüseyin artıq Hüseyin bayandır. neynəsin? Çünki Hüseyin Hadisələrə öyrəşdirmişdir. yol Bir də verməyin. ki, mən həmin mərkəzə basqın etməmişəm. Ay dəyərli gözəl insan. Mən Hüseyin dəvət etmişdim. Bildimi işte, bu işe göre demir ki, bu demir ki. Bu işə görədir də. İşe göre. İşe göre değil ya videoya göre değil. Video görə deyir. Videoya göre de canlasmız yağımızda. Yo, bu deyir ki, Canlı ancaq işlər sənin iş üçün yerin və kişilər ayrılma olmalıdır. işlər Qadınların işdən yerdə işləmə. O işləmək başqa. Ay, Yəni, mən onu Mən deyir. istəmirəm. Artıq Artıq Bir qadın ona yedi istəmirəm. işləmə. Bəli, O artıq səs deyil. istəmirəm. Canlı O səs- efirdəyəm. Artıq Cavan istəmirəm. qızdır. Studiyamda kişilər də oturub. Mənim də Sizlə şəkil demədiyim şeylər çəkdirirəm. var. Yo, Siz də mənlə şəkil çəkdirirsiniz. Yox, bunların İndi ailə mənə təməl- evdə desinlər ki, Xoşqədəm xanım. sən niyə filan kəslə Xeyr, şəkil çəkdirdin? Bu mənim iş yanaşma yerim. var. Xoşqədəm xanım, yanaşmaya baxın, Yanaşma münasibəti fərqi var. baxın, sonra fikir bildirin. Siz Nədir o işçilərinizlə münasibətdə? necədir? Yəni öz ailəniz kimi, o başqa məsələ. Amma orada Vallahi gənc burada bir oturan ailənin insanlar- ailəsində Ailə problem qurumları- yaradan, ziddiyyət yaradan o xanımdır. Dayaz da, hoş geldin. Axı indi neçə aydır bu oğlan onu Hüseyin, danışır. Bunu da başa Hüseyin mən başa düşürük, düşürəm. Bugünkü məqamda, bugünkü vəziyyətdə, bu vəziyyətində Hüseyin düz eləyir. İnsan özünü bastırmamalıdır torpağa. Yəni bu- İnsan bence özünü düşünməlidir. Burada- Xeyr ola mən Mən bir də dəqiqə, özümü bir düşünmədim. dəqiqə, Ailəm Yetkin uğrunda insan, canımdan bu Xahiş sebepten edirəm. ayrılmaz. Bu ailə olaraq bu şəkildə getməyəcək. Bu ayrılmak için sebep değil. Ayrılmaq üçün səbəb var. Yorulub da. Ay, Ayrılmaq Yorulub üçün da. başqa nə səbəb var? Bəlkə başqa səbəbi var, Burada bəlkə da özü var. açıqlamasını Səbəb versin. odur ki, mən inanmıram bu bəyənmirəm səbəb səni, ayrılıram, ayrılmaq sonra səbəb Burada 10 olar. dəqiqəlik, Özü 10 açıqlamasını dəqiqə versin. barışabilirlər. Nədən Ben- açıqlamaq? beş dəqiqə- Hüseyin səhvli Düzəlməlidir. olmağı istəməli ondan. Başqa yolu Hüseynin yox. nəsə... Hüseyin, ay Hüseyin, toksik münasibətə məruz qalmısan. Bu toksik münasibətdir, bu abüziv münasibətdir. Qız onu belə idarə eləmək istəyir, hər tərəfdən Xeyr, əhatə mən eləmək idarə istəyir. etmirəm. Amma qızım, sən biraz müalicə alsan, travmaları düzəltsən, bəlkə onda ola bilər. Bəlkə. O da o şərtlə ki, hər ikisi deyir ki, hələ dağıtmır. istəyərdim Hüseyin də İmkan qulaq müalicə asmırsan, ey qızım. sən. Üzr Hüseyin Mənə təklif- cəmaət pul ödəyib gəlib dinləyir, ey qızım balam. Biraz səbirli ol. üzr. Çox sağ ol ki, Xoşgörən xanım şərəti yazırsan, mənim sözümü, səsimi eşidirsən. Hüseyin bəyin vəziyyəti elədi ki, bu vəziyyətdə onu mən başa düşürəm. Düzdür, yeganə çıxış yolu budurmu? Yox. Başqa çıxış yolu nədir? Bəli. Başqa çıxış yolu ki, doktor, yaxud da bir həkim ya psixoloqa gedirlər, deyirlər ki, mən məcbur deyil, mənə gəlsin təbii. Deyirlər ki, biz bu yolu dəniyək, 3 ay vaxt qoyaq, deadline. Ki, görək bizim problemimiz nədir? Qızımızda mən gördüyüm bu dəqiqə, çox deyirlər. bir dəqiqə, təşviş Vallahi. tipli şəxsiyyət pozuntusu tipində bir problem var. Deyəcəksən, var, bəli, var. İnsan idarə etmək istəyir. Necə? Yəni, mənim işimdə qadın mənə salam verdi, bölümə cicc elədi. Kimsə mənə gəlib çinləyəcək, ailəmi dağıtmaq üçün. Yo, bunlar... Burada söyüş yoktur, təhqir yoktur. Ay şair, bunların şansı var, şansı var. Amma Bəli. bu vəziyyətdə yox. Biz o şansı tapmalıyız. Bu vəziyyətdə yox. Səbəbi Hüseyndir, Hüseyin bu də ailədə deyir olmaz. ki, mən Bu necə vəziyyətdə ki yox. vermişəm ərzəmi, bir müddət Ayşat Bəli. getsin anası ilə qalsın,
Bəli. Anasının yanında qalsın. Bir ara Ayşət müalicə alsın. İkisi bir yerdə konsultasiya Mənim evə alsın. getmək fikrim bir yoxdur. yerdə- bir Xoşqədəm yerdə xanım. var. Mən ailəmin Amma yanında ayrılıqda da olmaq işləmək istəyirəm. lazımdır. Müalicə Senin də deyərkən müalicə müalicə almaq da fikrim var. Demirəm, əgər Xoşuma müalicəyə var. ehtiyacım Bəli, o varsa. yaxşı fikir. Xahiş elədim sizdən. Dedim ki, Amma mən o ailəmi ərizəni bir mən şərdən tək qoya götürərəm geri bilmərəm. ki, mən də heç vaxt istəmirəm ki, uşağım atasız, anasız qalsın. Amma bax milyonlar qarşısında deyirəm və də ailə savadlı insanlar O məqsədi qarşısında başqa deyirəm qadına yaxın ki, getmək deyil bu. Müalicələrini alsın. Uşağı atasız qoymuyor. Getsin anasının yanına. Mən Mən buradan ora Sahibə getmək xalaya fikrim səslənirəm. yoxdur. Sahibə xanım, Xeyr. xahiş edirəm sizə. Mən Heç olmasa ailəmi qoşulsun, tək qoya gəlsin bilmərəm. qoşulsun. Ya efirə. Sən də Xeyr, Götürsün qız sən də Ayşədən müalicə getsin almalısan. hələ müvəqqət orada hər gün Aman var, yığar get danışar ananın ki, yanında vəfa ya. soruşarsan. Amma biraz müalicələrini alsın. Təbiətini dəyişsin də, biraz aba havasını dəyişsin. Yəni biraz bir-birindən Bəli, aralı biraz aralı qalaq. Bir-birimizə vaxt Xeyr, verəlim. xeyr. Necə? Mən istəyirəm ki, öz ailəmin yanında olum. Bu qədər. Video açansan, buna qarşı gəlib orada dəyişənsən, bu ailənin təməlində sizdə mehribançılıq vardı. Bəli, ata kimi yanaşmışdınız. Bəli, Sən düzdür. baxın, Biz öz üstümə bir-birimizə oxşayan, çox mən yaxın fikir bildirib, olmuşuq mehriban. ya canlı yayımlarda da bütün cəmiyyət sizi nümunəli bir ailə kimi görürdü. Və birdən-birə Hüseyn işə düzələndən sonra getdi, mühit dəyişdi, cəmiyyət dəyişdi, Bəli. düzdür. Ay Ondan sonra qardaş, artıq nümunə ailə canlı açıb canlıda bir-birinlə dalaşırlar. Başqa xanımlarla canlı yayınlaşdı. Necə nümunə ailədir? Bunlar bu Mən verilişdən belə şey qabaq, qəbul etmirəm. bir dənə üzr istəyirəm, bu verilişdən qabaq onlar bu ailələrində olan problemləri, onlar sosial şəbəkədə açdılar, onu tökdülər. Bu da ikisi də. Bəli, bəli. Üstəlik də mən açmadım. sizə bir şey deyim, bu ailənin bünövrəsi ilkdən Düzgün normal qoyulmayıb. qoyulmayıbdır. Bəli. O normal qoyulmayan ailə təməli bir gün uçacaqdır. Ailə qrupları, övladları Ay var. Hüseyn, Tam mən orada. sənə deyil, sən Samirlə, mənə. qızla Samirə ilə Akşinə, Xoşgədəm xanım burada neçə də barışdırmaq istədi. Neçə dəfə. Amma yenə də Hüseyn, mən sənə ayrıldılar. etiraf Bircə dəqiqə. eləmədim, sən mənə etiraf elədin. Sən mənə sevgi etirafını eləmisən. Mən sənə deyim, biz bir ildən artıq bir-birimizi tanıdıq qərar verdik. Sən nə etməyə çalışırsan? Necə tanışdınız? Nə cür etiraf edirəm? Söhbətə bax. Necə Nədən tanışdınız? sonra etiraf elədim sənə? Hər şey, Hansı sən nə söhbətdə etməyə sonra etiraf çalışırsan? elədim? Xahiş edirəm. Səs Ailə eqruşka deyil, oyuncaq deyil. Səsi alın Hüseynlə çarşı. Yəni mən həqiqətən Hüseynin bu etirafı şokdur burada. Hamı da biz bunu efirə vermədik. Mən istəmirəm bu efirə getsin. Amma bu həqiqətən dəhşətdir. Bu bilirsiniz nədir? Bu elə bil ki, bir quyunun içində hər gün Allahdan çıxış yolu axtarmaq üçün insan dua edir ki, Allahım məni Bu quyudan çıxart. Bax belə bir mənzərə var burada. İkisi də batıb da, Xoşqədəm xanım. İkisi də batıb. Yox, hörmətli O Rüfət qız öz bəy. travmalarında batır, öz Bu problemlərində qız batır. özü öz istəyi ilə batıb. O isə nəysə danışmıram. Bu da batıb, Bir yenə bunu dəqiqə, da batırır. Ayşadın sözü var. Ayşad, buyur. Ona görə müalicə var. Özü etiraf edib, mesajları da var, zəngləri də var. Varmı Ayşəngə- mesajları? Bəli. Sanmıram ki, bəli. Sən mənə ilk dəfə etiraf eləmişsən. Xeyr, ondan əvvəl dekabrdan. Bəli, mən etiraf eləmişəm. Danmıram ki, mən eləmişəm. Nəyə görə eləmişəm? Nömrəmi kimdən almışdın? Mənim padruqam olmayıbdı. Sən almısan, sən demisən, hər şeyin sübutu da var da. Cəmsiz əşya deyirsən ki, bizim sən Allah. Mikrofon. Bayaq dediyim söhbətdən Xeyr, sonra xoşlanam. o söhbətdən əvvəllər olub. Yalan danışma. Yaxşı, bir ildə yaşayırsınız, övladınız Bax, var. bu həyatda hər şey Milyon baş gedir. verə bilər, Ayşad. Ayşad, bu hər şey ola bilər. Amma indi bizim məqsədimiz bu ailəni dağıtmaq yox. Görsən, Hüseyn də deyir, mən ailəmin dağılmasını istəmirəm. Nə olub, nə olmayıb, burada mənim uşağım var. Mən övladımın Mən də atasız istəmirdim, qalmasını amma indi artıq istəyirəm. Çünki Nə- yanlış məlumatlar. Nə istəyirsən? İndi ayrılmaq. Bəli. Bəli. Bəs indi sən dünənə qədər Uşağı versin mənə xoşlanam xanım. Yaxşı yox.
Sənə də yaxşı yol. Bəli, o atasının evini Amma nəysə burada kölə Tək qazanır. sənin övladın deyil. Burada sən səhv edirsən. Uşaq Yaxşı, sənə Qısa bir düşməni ara, deyil. qısa bir ara verək.